Biz orada hacını görürdük, dinləyirdik və xoş söhbətlərini qulaq asırdıq. Sonradan isə məscidə tez-tez gedib gələ-gələ bizim artıq münasibətimiz yarandı. Hər dəfə o bizi görürdü və tanış simalar olanda yaxınlaşırdı, görüşürdü, hal-əhval tuturdu və bu bir neçə il davam eləyəndən sonra artıq biz daha bir yaxın münasibətə başladıq, yazışırdıq, hal-əhval tuturduq, necəsən, neyinirsən və bir gün mən məscidə gedə bilmədim, imtahanlarım var idi, dərs hazırlaşırdım. Götürdüm belə bir mesaj yazdım ki, dərslərimlə əlaqədar olaraq mən məscidə gələ bilmirəm, xahiş edirəm imtahanlara hazırlaşanları da dua eləyəsiniz. Gördüm mən cavab yazdı ki, mən sizi tanıyıram, siz qədirsiz, mən sizi izləyirəm. Sən demə oğlunun Facebook profilində mənim dostluğum da var idi. Orada mənim statuslarımı gördü, mənim şəkillərimə baxırdı. Ara bir zarafat zatı yazanda da belə gülürdü. Oradan məni tanıyırdı və dedi ki, mən sizi tanıyıram, çox istəyirəm, həmişə dualarımdasınız. Bu məclisdə də, bu gün tədbirdə də sizi dua eləyəcəm.